Salam, mən Fes Akademinin təlimçisi Firuzə Hüseynli. Mən də Əliyev Adil. Bugün Adillə birlikdə sizə ən çətin gələn mövzulardan biri olan faiz mövzusuna aid bir sualın izahını verəcəyik. Sualımız belədir: 5% 140 olan ədədin 10%ni tapın. Adil, bu sualı necə həll etmək lazımdır? Mən burada faizə görə ədədi tapırıq. Yəni 140-ı 100-ə vurub 5-ə böləcəyik. Bəli, yazaq. Buradan yaz. Faizinə görə ədədi tapmaq üçün, birinci faiz gəldiyi üçün biz ədədi 100-ə vurub 5-ə bölürük. Eləyir 2800. Bəli. Sonra bu 10%-ni tapırıq bunu. Yəni 2800-ü 10-a vurub 100-ə bölürük. Bəli. Yazılıb ki, ədədin 10%-ni tapın. Ədədi tapdıq ki, 2800-dür. Ədədin 10%-ni tapmaq üçün isə ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Yəni bu da eləyir 280. 280. Bəli, düzdür. Ümid edirik ki, izah sizlərə yararlı oldu. Adillə daha çox izahın gəlməyini istəyirsinizsə, mütləq şəkildə rəylərdə qeyd edin. Növbəti izahlarda görüşənədək hələlik.